Malın üstüne toz qonur və yaxud da ki, çürüyür günün altında. Bununla bağlı. Çürüməyə qoymuruq da, belə zontiyə tuturuq, nağaraq da. İstəyirik tez sataq, qutara çıxaq gedək. Biz də burada satırıq da, nağaraq bazara gələn yoxdur. Biz də burada satırıq, bir lokma çörək qazanaq. Hamısını əməl edirik. Hər şeyə, deyə, nə olub, polkansı göy kimi yerdədir, deyə, çiçək kimi tərtəmiz satırıq da. Yəni bunlar hamısı üstdə satılır da, yerdə torpağın üstündə satılmır, hamısı polkalar düzəldib qəşəng. Rahatçılıq, hamımız biz də buradan alıverəli, qəşəng torpağı tərtəmiz yeyirik. Yəni torpaqda olsa sən deyəndir ki, yeni qaydanı pozarsan, hamısı üstədə qadına. Ay xalalı, günün altında oturaq, gün beynimizə vursun, axşama çörək pulumuz olsun. Yəni bunu bizə fikirləşib, müdiriyyət Allah balasını xoşbaxt eləsin. Hamısı fikirləşib bizim çörək qazanmağımız üçün. Yəni bizə zulm vermək üçün bizi çıxartmırlar bizə. Allah rəhmət eləsin. O cürə şərait yaradıb. Amma bu bazarda aid deyil o. Bütün şəhər boyu hamı yerdə satır. Hələ biz iki belə qəşəng formada satırıq. Bizim narahatsızlığımız yoxdur. Bax bu gündən biz bir çörəyimizi qazanaq. Bir tikə. Bax deyim mən limon satıram bax. 1-2 qəpik pul qoymuşam. Hesablada bilərsən. Karavkanı hesabla bilirsən ondan da. Gün ərzində 2 manat, 1 manat yəni oradan çörək pulu aparırıq evimizə. Bəli, bizim üçün yaxşıdır. Bizim üçün belə yaxşıdır. Yəni bir-birinə, bura üçün cəmaat rahat olur da, alıb rahat çıxmağa, girməyə, rahatçılıq yaradıblar da, sağ olsunlar. Sanitariya qaydalarına görə deyil. Havalarını satırəndə hamısı gedir, analiz götürürlər, hamısı qəşəng, tərtəmiz. Heç nə yoxdur burada, görürsən hər yer polkalar zaten tərtəmizdir. Sadəddinov Binnət. İndi çöldə, içəridə satırıq, çöldə satırıq, indi baxırıq da. İndi cəmaat çoxdan yer olmur, çıxırıq çölə belə da. Əhmədov Məhəmməd Əli. Mingəçevir bazarı nəzarətçisiyəm. Bizim bu malların çöldə satılmağının səbəbi ondan irəli gəlir ki, bizim gördüyünüz kimi ət və ət məhsullarımızı, ağartı məhsullarımızı, quru mallarımız hamısı içəridə satılır. Ancaq bugünkü günün tələbatına görə mövsüm mallarımız əllərində qalmasın deyənə kəndçilərin öz bağlarından gətirdiyi malları bugünkü günə görə biz şəraiti belə yaratdıq ki, bunlar hamısı çöldə satsınlar.